Dövlət Gömrük Komitəsinin Azərterminal Kompleks Baş İdarəsinin rəisi General-Mayor Aşırlı Kənan Cəvahiroğlu, yəni milyardları oğurlayan General-Mayor Aşırlı Kənan Cəvahiroğlu ölkəni dağıtmaqla məşğuldur. Hələ də azadlıqda gəzir. Amma şüarda həmişə deyilir ki, biz korrupsiyaya qarşı mübarizə aparırıq. Siz 50 manat alan JEK-in baş inspektorin, baş mühəndisini tutursunuz. Amma milyardları oğurlayan Kənan Aşırlını həbs eləmirsiniz. Faktlar deyirəm sizə. Kənan Aşırlı Xaçmaz gömrükxanasında 2 dəfə rəis işləyib, sonra Astara gömrükxanasında rəis işləyib, heç bir nəfərə 1 manat da olsun əmək haqqı verməyib. Deyib ki, gedir müqəddəs fonda. Kimlər də öz əmək haqqılarını tələb ediblərsə, çıxardıb tapançanı dayıyıb başına, onları öldürməklə hədəliyib. Şəxsən mənim də başıma silah diriyib, Nərmanov rayonunda, Bakondun yanında öldürməklə hədəliyib. Elə həmin gündən mən də ağır şəkər xəstəliyinə tutulmuşam. Kənan Aşırlının Xaçmaz gömrükxanasında başına silah diriyib, hədələtdirdiyi, ölümlə hədələtdirdiyi insanların çoxu dünyasını dəyişibdir. Kənan Aşırlı qatildir, Kənan Aşırlı cinayətkardır, Kənan Aşırlı həbs edilməlidir. Bu bir. İkincisi, Kənan Aşırlı Dövlət Təhlükəsizlik Xidmətini idarə edir, Daxili İşlər Nazirliyini idarə edir. Kənan Aşırlı şəxsən xaricdə yaşayan, tanınmış bizim Azərbaycanlılardan, çox şərəfli oğlanlardan, düzgün, savadlı oğlanlardan birinə zəng vurub, ona qısa konkret deyibdi ki, Viloşa və Əliyə, sonra bir balaca düzəliş eləyib, həmin adam soruşanda ki, hansı Əli? Əli Nağıyevə tapşırmışam ki, sənin başağın meşoq keçirsinlər, gətirsinlər bura, soxacam səni ömürlü həbsxanaya. Mən başa düşmürəm. Əli Nağıyev, neçə dəfələrlə sizə müraciət elədim, fikir vermədiniz. Kənan Aşırlının stolunun üstündə Dövlət Təhlükəsizlik Xidmətinin bütün istintaq materialları var. Şəxsən Hürriyyətin təsisi baş redaktoru Vüqar Məmmədovun, Vüqar Tofiqoğlu verdiyi bütün izahatlar, onun haqqında qaldırılmış cinayət işinə aid olan bütün materiallar Kənan Aşırlının stolunun üstündədir. Mən dəfələrlə xəbərdarlıq elədim. Əli Nağıyev, Kənan Aşırlı haqqında tədbir görün. Viloş, Kənan Aşırlı haqqında tədbir görün. Çünki Kənan Aşırlının özü sizi Viloş adlandırır. Əgər tədbir görməsəz, mən Daxili İşlər Nazirliyini konkret olaraq bundan sonra Beynəlxalq Terror Nazirliyi adlandıracağım və Dövlət Təhlükəsizlik Xidmətini də konkret olaraq bundan sonra Dövlət Təhlükə Xidməti adlandıracağım. Gedin, Kənan Aşırlı haqqında tədbir görün.